Mən anamgildəyəm, mən rəfiqəmgildəyəm, dostumgildəyəm, həkimin yanındayam. Bunları rus dilində necə demək lazımdır? Gəlin yarım dəqiqəyə izah edim. Canlı insanın yanında olanda ilk öncə u qoşmasından istifadə etməlisiniz. Bu bir kənara. Bundan əlavə, əgər yanında olduğunuz insan kişidirsə və yaxud kişi cinsindədirsə söz, məsələn, vraç sözü kişi cinsindədir, düzdür? Halbuki həm qadına istifadə edirlər, həm kişiyə istifadə edirlər son zamanlar. Yəni kişidirsə, bu zaman sonu a ya ilə bitəcək. Əgər qadındırsa, i ilə. Və üstə gəl, bura kişi cinsinin istisnası da aiddir. Yəni ki, məsəl üçün siz desəz ki, mən atamgildəyəm, ya u papı, mən babamgildəyəm, ya u deduşki. Halbuki i də qadın cinsinə aiddir. Əzizlərim, sərbəst müəllimsiz, kurssuz özünüz məşğul olaraq 5 aya rus dilində danışa bilərsiniz. İlk öncə aşağıdakı məlumatı sona kimi oxuyun, həmən nömrə ilə əlaqə saxlayın və metodikanı əldə edin. Rayonda yaşayırsınız, başqa şəhərdə, başqa ölkədə yaşayırsınız, fərq eləmir. Hər yerdən əldə edə bilərsiniz. Mütəmadi olaraq çalışsanız 5 aya sıfırdan B1, B2 səviyyəsinə kimi qalxa bilərsiniz. Garanti 100%.